Neçə illər minbərdən lənət oxudu ona. İkinci belə Allah dostu yoxdur imamların içində. Amma bir alimin təbirincə desək, o deyir, ətir şüşəsi kimi idi. Sındırdıqca ətri daha çox yayılır. İnsan var ki, meyyardır. Ona münasibət zəmanədə yaxşıları pislərdən ayırır. Və Əli əleyhissalam bunun başında deyən ilk şəxsiyyətdir. Oğurluq eləyib bir nəfər, amma əlinin eşqi vardı ürəyində. İndi şeytan azdırıb kasıbçılıqdan nədən oğurluq eləyib? Neçə dəfə xəbərdarlıq olub, əl kəsmə cəzasını tətbiq ediblər buna. Əli əleyhissalam tətbiq eləyib. Deyir, əlindən qan axa-axa gedir. Bir nəfər xavaricdən var, əlinin düşmənlərindən. Deyir, fürsətdir, cəmaat görəcək indi, bu əsəbidir indi. Qoy bundan bir əlinin əleyhinə söz alım. Deyir, dayanır belə qəribə bir tonla, deyir ki, hə, Əlvi kim kəsdi? Deyir, elə bunu deməyə peşman olub, başlayır tərifləməyə. Deyir, möminlərin ağası, təqvalıların əmiri, qiyamət günü üzə ağların öndə gedəni. Deyir, necə bədbəxtsən, o Əlvi kəsibsən, onu tərifləyirsən, deyir, o öz şəxsi işinə görə eləməyir. Allahın qanunu icra eləyir. Amma Əlidir, o mənim üçün imamdır. Belə bir sevgisi var. Heç cür döndərmək olmur mömin ondan. Heç cür. Allah bizi o imamdan, pak olan Əli ibn Əbu Talib əleyhissalamdan ayrı salmasın inşallah.